Hamıya salam əziz izləyicilər, yeni bir vlogla qarşınızdayım. Deməli uşaqlar desəz ki, bəs bugün nə vloqdur, nə çəkirsən desəz, mən uşaqlar bugün sizə nə çəkirəm? Uşaqlar bugün bildiyiniz üzrə müəllimlər gündür. Təbii ki də mən bunu paylaşanda, yəni çoxdan keçmiş olacaq, amma yenə də paylaşacağım. Bəli, paylaşacağım. Bugün uşaqlar biz 7-ci gündür və zala gedəcəyik. Və mən ağa müəllimə çox gözəl bir hədiyyə almışam. İnşallah özü də bəyənər. İndi sizə hədiyyəni göstərmək istəyirəm. Sizcə mən ağa müəllimə nə almışam? Ta-ta-ta-tam, ta-ta-tam, ta-tam. Uşaqlar, mən ağa müəllimə akvaryum almışam. Gördüyünüz kimi yanında da belə su verdilər ki, içinə tökməyə. Bir də uşaqlar belə ışığı falan, ay ışıq deyil uşaqlar, neysə belə şeylər var. Mən bunları anlamadım təbii ki də. Bu nədir? Dərs uşaqlar bilənlər bilər. Və uşaqlar burada balıqlarımızın yeməyi var gördüyünüz kimi. Və burada da balıqlar var. Bunu nətər göstərəcəm başqa bir dəqiqə. Burada da baxın balıqlarımız var. Görürsünüz. Burada bir dənə görürsünüz. Bir dəqiqə. Bunu bir dənə göstərim sizə. İçərinin dekoru çox qəşəngdir. Yəni özümüz seçmişik. Amma belə göstərmirəm. Bura bir dənə görsəl qoyacağam. Yəni elədir. Burada da gördüyünüz kimi şirin-şirin balıqlarımız var. Təbii ki də bunu ağa müəllim özü açıb tökəcək. Bəs desəniz ki, niyə akvaryum aldınız? Çünki uşaqlar ağa müəllimin ən sevdiyi şey akvaryum idi. Özünə almaq istəyirdi. Təbii ki də mən bunu hardan bildiyimi soruşmayın. Çünki bilirəm, bəli. Yəni belə bir akvaryum. Təbii ki də mən sizə bunun zalda düzəlmiş halını da göstərəcəm. Bir də ki, burada onun nətər görsənəcəyini burada qoyacağam. Nəysə. İndi videomuza keçək. Uşaqlar, burada bir kuş var. Seni kubonum. Yaxşı, Mika əsəbləşir. Uşaqlar onu çox öpməyi xoşlamır. Kızım. Yəni Mika buradan sizə salam deyir. Göstərmək üçün belə bir boş otaq tapdım. Gördüyünüz kimi kombinim bu şəkildə zərablar var, yerlərim böyle. İndi belə tak falan ekləyə bilərəm qollarıma. Bəli, bu qədər. Artıq çıxırıq evdən. Görürsünüz taklarım da belə. Bir dənə üstümə belə qara sweatshirt götürəcəm. Çünki üşüməmək üçün, bəli. İndi evdən çıxırıq. Tüm kombinimi göstərmək istəyirəm. Üstümə bir dənə də belə sweatshirt aldım. Bu da takım. Bir dənə də qolbaq var, amma nəysə görsəmir başlayın. Çıxırıq. Bay bay. Başındayıq. Qardaşım da buradadır. Gördüyünüz kimi. Salam ver. Salam uşaqlar. Kanala abunə olmağı unutmayın, like atmağı unutmayın. Bir də bildirimləri atmağı unutmayın. Uşaqlar, bu arada təzə maşınınıza da xeyirli olsun deyərsiniz. Maşınımıza da çanqal. Bir dəqiqə gözlərə. Uşaqlar, maşınımıza da xeyirli olsun deyərsiniz. Təzə maşını alıb anam bilir, yəni siz bilmirsiniz, amma təpsləmə. Ay, deyə də bilmədim də təzəm. Uşaqlar, bir də ki, maşınınıza da xeyirli olsun deyərsiniz. Maşınımızın adı Çanqan Q7'dir. Uşaqlar, yorumlara baxacağım, qəşəng yorum yazanları bəyənəcəm, like atacağım. Ondan nə edirsiniz? Öpürük, çatanda videonu başladacağım. Şimdi burada da bir dənə labubumuz var. Bunu mən yəni qardaşımdan anama mən almışam. Yəni belə. İndi biraz uşaqlar sizin üçün yolu çəkəcəm. Fıtı 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 fıtı. Fıtı 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 fıtı. Fıtı 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 fıtı. Artıq çatmışıq zala doğru gedirik. Çox şık var. Bəli. İndi gedirik uşaqlar. Ondan zala çatanda başlayacağım. Görürsünüz zal oradan göstərir. Gedirik ağa müəllimin hədiyyəsini vermə burada. Ağzım taşıyor. Artık gidiyoruz. Artık zalımıza çatdık uşaqlar. İndi içəri girəcəyik. Ay, çok sevdim. Və şimdi buradan ağa müəllim bizi görsə salam verə yana. Bəli. Artıq ağa müəllimin akvaryumunu qurmağa başlayaq. Təbii ki, mən qurmayacağım. Bacım sağ olsun, kömək edəcək mənə. Qıracaq. Bəli, indi başlayırıq. Ağlar indi ağa müəllimin neydi bunu? Akvaryumunu hazırlayırıq. Bəli, suyunu tökürük. Gördüyünüz kimi içində belə də bir balaca bir heykəl var uşaqlar. Bəli.
suyun daha hazırda tökülür. İndi uşaqlar balıqlarımızı qoyacağıq. Bu şirin balaca balıqları qoyacağıq. Suyun filtrini taxırıq. Filtrliyim uşaqlar. Uşaqları göstərmə. İndi suyun balıqlarını tökürük. Balıqlar düşür. Bəli, artıq düşlər. Evlərinə qovuşdular. Balıqların qəşəkliyinə baxın. Çox qəşəngdir. Uşaqlar düşdü. Nəysə, yox. Uşaqlar, indi əlimi salmonu düzəltəcəm bir dəqiqə. Ayda, qorxma. Qorxma, qorxma qızım. Qorxma qızım, onlar çişlənməz. Qorxma, qorxma. Balım. Oturdur. Bəlkə oturdur bilir. Qəşəng göstər. Qəşəng qoy da. Ayda Qorxma rəfiqə, qorxma. Çox qəşəng oldu uşaqlar. Mən rəqsə gəldim, amma acıdığım üçün anamdan xahiş edirəm və anam da məni restorana gətirdi. İndi mənim sezirim gəldi. İndi gözləyirəm ki, balıq etməyim gəlsin. Bəli, indi yeməyimi sizə göstərmək istəyirəm. Şimdi bu mənim sezirimdir. Bu da mənim kolamdır. Biraz yemək yeyək, balığım gələnə qədər. Uşaqlar, mən öncə bunu yerim, qutardım. Onda balıq ekməyim gəldi, onda çəkilişə başlayaram. Dediyiniz kimi balıq ekməyim gəldi. İndi bu qəşəliyimi onu sıxıb yiyəcəyik uşaqlar. Uşaqlar, bir də ki, mən özüm belə istədim ki, içində sadəcə çaxır, naşərab, bir də balıq olsun. Deyəndə limon. Geçək çıxır, izini çıxarıb mənim narahat eləməsin. Uşaqlar, izini etmədim. Görüşmələ qoymasın. Uşaqlar, pomidorluya da qoyubları, nəysə. Şəkil limonumuz sıxılır. Yazma gəlir getmiş neyinlə? Sən var idin? Mən sıxa bilmirəm. Yazma gəlirlə balıq keçmək idim. Sən ayda. Yiyib. Sonra anam limonunu mənə verdi. Mesela naşərabı biraz az deyil. Mən naşərabı bol sevirəm. Bunun dadına baxmalısınız. Baxmayan peşman olar. Qarasına. Tatlıdır. Mən yeməyimi yedim, gördüyünüz kimi. Doğru zala getdik. Bəli. Bəli, uşaqlar, artıq zalda heç kim qalmadı. Ağa müəllim, mənim hədiyyəmi bəyəndiniz. Ayağlar üstüdür. Atlar qoymuşam. O birinci balıq rəfiqəli, ikinci balığı Sadiq, üçüncü balıq Elgün, Bəli. dördüncü balığı kimi qoyaq? Onu da rəylərdə bildirsinlər müəllim. 5 dənədir, ikisini də rəylərdə bildirərsiniz. Bəli. Kimi daha çox sevirsə onu qoyarsınız. Bəli. İnşallah sənin toyunda. Müəllim, nəsə demək istəyirsən? İnşallah kanalda uşaqlar abunə olursunuz. Həqiqətən maraqlı bir vlogdur bu. Bəli. Girin, takipdə qalın, gözəl videolar gələcək. Abunə olmağı unutmayın, Bəli. bildirimləri açmağı da unutmursunuz. Başqa da kim Bir şey qalmadı. Qrupa qoşula bilər. Dərslər Bəli, sağlar. Dərslərimiz həftədə 2 dəfə, bir balıq saat. eşiyində rəqs edirik. Balıqların yanında. Bunlar da bizim bir dostumuz oldu. İnşallah gəlirsiniz, vəziyyət olursunuz. İdeal bir şəkildə komanda ilə sizə rəqsin hər bir üzərini öyrədirik. Özünüzə. Vlogu burada sonlandırıram. Kanala abunə olub, like atmağı, bildirimləri açmağı unutmayın. Sizi sevirəm. Öpürəm. Özünüzə yaxşı baxın. Neyinirik, sağollaşırıq. Bir də uşaqlar bildirimlər atmağı unutmayın. Bir də belə videoların daha çox gəlməsini istəyirsə yorumlarda bildirin. Neyinirik, sağollaşırıq. Sağ olun.